Salam uşaqlar. Əyləşin. Necəsiz, yaxşısınız? Uşaqlar, bugünkü dərsimiz haraydı? İki dənə mövzu vermişdim. Bir təşkil vermişdim. İnformasiyanı ölçmək olar mı? Bir də növbəti mövzu fərdi kompüterlər. Yəni, hansını öyrənmişsinizsə, onu danışarsınız qabaqda. İkisini də öyrənən varsa, laf gözəl, əla. Kimlər dərsə hazırda? Əla. İndi kimdən başlayalım? Gəlmək istəyirsən? Kənan idi adın? Əli, buyur. Fərdi kompüterlər. Orada kitabda, şəkildəki kompüterlər hamısı fərdi kompüterlər adlanır. Fərdi kompüterlər 4 yerə bölünür. Çaşanda bax, gəlin. Masaüstü kompüterlər, dizüstü kompüterlər, planşet kompüterlər və ovucusu kompüterlər. Yəni cip kompüterlər. Masaüstü kompüterlər, bütün kompüterlər iş yerində, evdə istifadə edilir və bir nəfər üçündür. Masaüstü kompüterlər 4-5 hissədən ibarətdir. Monitor, klaviatura, sistem və sistem bloku. Notebooklar, yəni dizüstü kompüterlər. Dizüstü kompüterlər masaüstü kompüterlərlə imkanları eynidir. Amma onlar daha yüngül və kiçik olduqlarından daşına da bilir. Planşet kompüterlər. Onlar barmaq və yaxud stylus adlanan xüsusi qələmlə istifadə edilirlər. Sonra ovucusu kompüterlər, yaxud zip kompüterlər. Zip kompüterləri istənilən yerə daşına bilir və cibimizdə daşınır. Əla, əhsən. Sonra kim gələr? Kim gələr? Niha gəlmək istəyən gəl. Buyur, buyur. Deməli, informasiyanı ölçmək olar mı? Buyur. Bit, bayt, kilobayt, megabayt, terabayt, Gigabayt, sonra terabayt. Petabayt, eksabayt, zetabayt, bir də yotabayt. Ardıcıllıq bu şəkildədir. Ən kiçik ölçü vahidimiz bitdi. Yaxşı, əsas ölçü vahidimiz baytdır, bəli. Deyəndə, məsələn, deyir, telefon nesə yaddaşdır, deyir, məsələn, 64 gigabayt, 128 gigabayt, yəni nə deyirsən sonda, bayt deyirsən. Və yaxud da ki, kompüterin sərt diski nə qədərdir, deyirsən 1 terabayt, yəni nə dedin axırda, bayt dedin. Ona görə əsas ölçü vahidimiz bayt oldu. Aha. Bəli. Aha. Əyləş. Sonra kim dərsə hazırdır? Aha, buyur Lamiyə. Təşkil. Aha, buyur. İnformasiyanın ölçü vahidləri bit, bayt, kilobayt, megabayt, Gigabayt, terabayt, petabayt, eksabayt, zetabayt, yotabayt. Aha. Ən kiçik bit, ən əsas baytdır. Ən böyüyü. Axırda nə dedik? Yotabayt, əhsən. Bir-birinə keçid neçəyə vururuq? Mini 24-də. Məsələn, 1 gigabayt, deməli ondan qabaq megabayt gəldi də. Deməli, mini 24, nə deyirsiniz? Megabayt. Yaxşı, baytdan bitə keçid neçəyə vurursan? 8-ə. Deməli, adın nədir? Lamiyə. Lamiyə. 6 dənə simvol var. 6 simvol neçə baytdır?
48 bit 6 byte elə. Yəni simvolunuzun sayı qədər byte olur. Deməli 6 simvol lamiyə sözündə 6 simvol 6 byte-dır. 6-nı da 8-ə vurub 48 bit oldu. Yaxşı uşaqlar. Salamat. Neynə gələn görüşlərə qədər.